Bəzən şəkərli xəstələrin əsas şikayətləri olan ayaqda hissiyat pozğunluğu, ağrı hissiyatının itməsi kimi hallar meydana çıxır və bunlar şikayətlənirlər. Bunun da əsas səbəbi periferik sinirlərin, yəni ayağı inervasiya edən, təchiz edən sinirlərin keyfiyyətcə zədələnməsindən gedir. Həm anatomik quruluşunda, həm də makroskopik olaraq, mikroskopik olaraq dəyişikliklər baş verir. Həm də həmin sinirlərdə funksional pozğunluqlar meydana çıxır ki, bu da hissiyat pozğunluqları ilə özünü biruzə verir. Bəzən taktil hissiyatın pozulması meydana çıxır, bəzən ağrı hissiyatının pozulması baş verə bilir və bu səbəbdən də demək ki, ayaqda ağrı yoxdur. Bu heç də yaxşı əlamət sayılmır. Bu ondan xəbər verir ki, artıq periferik sinirlərdə diabetik polineyropatiya və yaxud periferik neyropatiya kimi bir patologiya formalaşıb. Bəzən ağrılar çox şiddətli ola bilir xəstələrdə. Bunun isə səbəbi çox vaxt damar tıxanıqlığı ilə, aterosklerotik dəyişikliklərlə bağlı olaraq damar mənfəzinin daralması səbəbindən qan təchizatının azalması bəzi xəstələrdə ağrılara gətirib çıxara bilir. Xüsusən də gecə ağrılarına gətirib çıxara bilir. Həddindən artıq şiddətli ağrılar ola bilir.